Merhabalar. Ne dersiniz? Bu benim TikTok kanalımdır. Öz adımı değiştireceğim de Şehzadım. Zahmet olmasa burada bir gelip biri çıkıp da neyse. Burada gelip abone like atmayı unutmayın. Bu video biraz kısa olacak. Niye? Çünkü dehşet video gecikti uşaqlar. Ben o kadar video çekmişim ama hamısı telif yedi. Telif yedi. 2 tane gönderdim aslında. Aslında 2 tane yayınlamıştım ben. Bir tane yayınladım, ikinci de gelecekti de. 17.30'da yok. Bundan evvel gün orta yayınladım. Dedim Brawl Stars'ta kanka. Brawl Stars'ta 12'de zaten gelecek. Neyse böyle olmadı da. Telif yedi Brawl Stars şey diyor. Brawl Stars'ı denememişim ama yiyəcəkdim məncə. Burada heç bir manili olan yerə girmək istəmirəm. Çünki elə hamısı mani ilə, biləm manisiz yoxdur. Bir dənə video var, o da şükür Allah təlif yeməyimdir. Bu videoyu da yayınladım. Bir dənə video da yayınladım. O da inşallah təlif yeməz Allahın köməkliyi ilə. Çünki mani yox idi. Səs də heç yox idi. Səs belə yox idi orada uşaqlar. İndi mən Sabir'in kanalına girib baxay Sabir nə videolar göndərib. Başladı. Sabir video yayınlamayıb. Video yoktu. Dedim ona şəkillə dəyişdirəsən, onu da eləməyib. Uşaqlar bax, Sabir mənsiz hər şey deyil. Düzdür, heç nədir. Mən bir müddət Bakıya getdim, onda da belə. Mənsiz yenə heç nə, yenə də mənsiz heç nə. Video yayınlamayıb, ona deyirəm video yayınla, burada manizor. Deyirəm video yayınla, yayınlayaram. Görürsünüz, mənim heç ağlıma gətirən yoxdur video çəkim. Mən özüm istəyirəm elə video çəkim hər vaxt. Göndərim amma olmur da. Özüm də göndərmək istəyirəm, nə qədər. İstədiyim vaxt göndərmək istəyirəm amma yayınlaya bilmirəm. Məsələn, o Brawl Stars videosu yox. Bir də PUBG videosu yayınladım ya da Brawl Stars yayınladım. Yumurta. Mesela bakın oraya. Orada telif yedi, sildim. Ben sildim. Elə biləm hesabım gedəcək. Nədir? Hala da bilmirəm. Tapa da bilməmişəm nədir. Belə. Öz hesabıma da keçim mən. Bu da mənim hesabım. Bu da indi video yayınlanır. Burada. Görürsünüz o kadar video yayınlanmışam. Telif. Oy. Bəli. Bu da telif. Kanka belə ancaq telif yemək olar. Baxın bu videoda. Bu. Nə deyim daha bilmirəm. Ancaq telif yemək. Xoşum gəlmir. O PUBG malisi deyil. Zat olar telif verir. Ona görə daha video belə başlanğıcda manili başlamayacağım. O anla bir səsim gəlməyə bilər. Hə. Neydi? Mən danışıram. Neyse o anla bir səsim gəlməyə bilər. Elə orada mən özüm oraya yaza bilərəm. İndi YouTube'dan eləyə bilsəm yazarım. Sonra da yox saracaq. Belə. Yazarım salam aleyküm. Salam. Ne derseniz sonra direkt başlayacağıq onsuz da. Salam. Yok. Salam ne derseniz başladı. Yazacağım başladı. Sonra oyunda səs verəcəyəm. Mənim səsim eşitmək. Fikir verdiysə Sabir'in videomda elədi. Birinci səs gəlmir. O mani olan yerlərə səsi qoymuş. Nədənsə o da bilmir. Niyə səs açma yadımdan çıxır. Mənim isə daha elə eləməyəcəm də. Daha şey eləmərəm, nə deyirlər? Daha video ilə mani olan yerdə video çəkmək istəmirəm. İndi görsədərəm də telifsiz videolar. İndi maniləri gözləyin. Baxın, məsələn bunlar. Manidir, nədir? Yox, gözlə. Və telifsiz. Yoxdur. YouTube'a girip telifsiz müzik diye arattın ve yüzlerce farklı sonuç içerisinden videona en uygun müziği
da YouTube'a yükledin. Eğer ki şanslıysan bir gün sonra da gelebilir. Bir ay sonra da, bir yıl sonra da, belki çok daha uzun bir süre sonra da gelebilir. Bu da bir problem, çünkü belki de videon bir yıl sonra çok güzel trafik alıyor. Çok güzel gelir elde ediyorsun o videodan ya da çok güzel takipçi geliyor ama bütün emeğin çöp olacak. Bir diğer yöntem, eğer ki şanslıysan gelir elde etmen. Neyse uşaqlar, burada sonuna gələr. Məni zat tapa bilmədim. Burada danışır elə bilə. Neyse və bay bay. Bu videonun burada sonuna gələr.